Bugün sizə xanım Fatimə Zəhra salamullah əleyhanın müsəlmanlar tək qoyanda onu tək qoymayan bir qadından danışacağam. Bəli. Peyğəmbərdən sonra Allahın salamı olsun ona və əhl-i beytinə o xanımı tək qoyanda, özünə müsəlman deyən kişi deyənlər o xanımı tək qoyanda bir xanım var, o onu tək qoymadı. Peyğəmbərin dilindən çox təriflənən bir xanımdır. Peyğəmbər ona anam deyib. Özünə onu ana hesab edib. Peyğəmbər onu behişlə müjdəliyib. Sonda da Əhl-i Beyt imamlarımızın Allahın salamı olsun buyurduğuna əsasən o xanım Allah yanında olan o məqamına, verdiyi ağır imtihanlara, Əhl-i Beytə xidmətə xanım Fatimə Zəhra salamlayhanı tək qoymadığına görə Allah ona elə bir məqam verib ki, İmam Zaman ağa zuhur eləyəndə 8 dənə qadından biridir ki, İmam Zaman ağanın ordusunda xidmət eləyəcək. Allahın rəhməti salamı olsun ona. Adı Ümmü Əymən bərəkədir. Ümmü Əymən künyədir. Ərəblər künyə deyirlər. Həsənin atası, Hüseynin anası. Bir oğlu var, şəhid olub. Adı Əyməndir. Allah rəhmət eləsin ona. Ona da Ümmü Əymən deyirlər. Əymənin anası. Öz adı isə bərəkədir. Afrikadandır. Bilal kimi o da qara dərili xanımlardandır. Həbəşistandandır. Sünni və şiə məzhəbindən, təriqətindən asılı olmayaraq bütün məzhəblər o xanımı ehtiram edirlər. Niyə? Bilirsiniz niyə? Çünki o xanım çox böyük bir şərəfə nail olub. Peyğəmbərə analıq eləyib. Döyüşlərdə iştirak eləyib. Bəzi tarixdə var Peyğəmbərin babasının, bəzi tarixdə var Peyğəmbərin anasının kənizi olub. Peyğəmbər atasını itirəndən sonra anasına kömək edirdi Amənə xanıma. Amənə xanım salamullah dünyasını dəyişəndən sonra Əbdülmüttəlib Peyğəmbərin babası Peyğəmbəri uşaq ikən Ümmü Əymənə tapşırır və deyir ki, bu uşağa diqqətli ol, bunu bir an nəzarətdən qaçırtma. Çünki kitab əhli, Yəhudi və Xristiyanlar da deyirlər ki, onların kitabında yazılıb ki, bu uşaq nə olacaq? Peyğəmbər olacaq. Ümmü Əymən Peyğəmbərə ana kimi baxırdı. Sonra Peyğəmbər Xədicə ilə evlənəndən sonra salamlayha ondan ayrılmadı. Peyğəmbər onu azad elədi. Peyğəmbərə ilk iman gətirənlərdən olub. İlk müsəlman olan qadınlardandır. Peyğəmbər ona nə qədər ki sağ idi, tez-tez yad eləyərdi. Evinə gedərdi, baş çəkərdi, əhvalını tutardı. Və cəmaat arasında dediyi cümlə budur. Ümmü Əymən, ummi bə'də ummi. Ümmü Əymən xanım, anamdan sonra anamdır. Bunu hətta Əhl-i Sünnə qardaşlarımız Ət-Təbəqatul Kubra kitabının sahibi nəql ediblər. Evlənəndə Peyğəmbər üzünü tutdu cəmiyyətə. Dedi ki, kim Ümmü Əymənlə evlənirsə, bilsin ki, behişt qadınlarından birindən evlənmək istəyən varsa Ümmü Əyməni alsın. Sağlığında Peyğəmbərin mübarək dilindən behişt əhli olduğunu bu adam almışdır. Bir gün Əhl-i Beytin düşmənlərindən biri onu oğlu ilə, şəhid olan oğlu yox, başqa oğlu ki sağ qalmışdı, onunla söz güləşdirirdi. Onu təhqirlədi. Dedi, sən qara arvadın oğlusan, anan qara xanım olub. Üzün tutdu ki, anam sənin anandan üstündür. Ona görə ki, eşitməmsən ki, Peyğəmbər mənim anam haqqında deyib, dəfələrlə buyurub ki, Peyğəmbər o behişt əhlidir. Mən belə bir xanımın oğluyam. Mənim anama sən eyb tutursan, anam haqqında Peyğəmbər deyir ki, o behişt əhlidir. İslam yolunda çox zəhmət çəkib. Birinci Peyğəmbərə iman gətirən xanımlardandır. Peyğəmbərlə Mədinəyə hicrət edən xanımlardandır. Ühüd döyüşündə, Xeybər döyüşündə Peyğəmbərlə çiyin-çiyinə vuruşanlardandır. Hətta Ühüd döyüşündə eşitmişsiniz, müsəlmanlar, özünə kişi deyənlər Peyğəmbəri tək qoyub qaçanda qaçmayan xanımlardan biri odur. Axıra qədər qaldı, deyir, torpağı götürüb qaçanların üzünə səpirdi ki, kişi olun. Ya da gedin arvadlar kimi sap toxuyan, maşının arxasında əyləşin, arvadlıq eləyin. Bu qədər qeyrətli xanım idi. Həm şəhid övladı var, həm də həyat yoldaşı şəhiddir. Oğlu Əymən hələ sağlığında Peyğəmbərlə bir yerdə Hüneyn döyüşündə şəhid olub. Oğlu da anası kimi qeyrətli, döyüşdən qaçanlar kimi qaçmadı, axıra qədər qalıb şəhid olub. Şəhid anasıdır. Həyat yoldaşı da döyüşlərdə şəhid oldu.
Peyğəmbər ona çox etibar edirdi. Eşitmisiniz, Peyğəmbər çox əmanətdar adam olub. Ləqəbi nə olub? Əmin. Peyğəmbər Mədinəyə, Allahın salamı olsun ona və əhl-i beytinə hicrət eləyəndə cəmaatın ona verdiyi əmanətləri Ümmə Əymənə tapşırır və sonra buyurur ki, Həzrət Əli, get ondan götür, sahibinə qaytar. Əhl-i beyti çox sevirdi. Əhl-i beytə xüsusi məhəbbəti olub. Bir gün Peyğəmbərə onun qonşuları xəbər verirlər ki, Peyğəmbər Ümmə Əymən gecə dəhşət ağlayırdı. Bu gecə Ümmə Əymən elə ağlayırdı ki, səsi gəlirdi. Peyğəmbər eşidirsə özünə ana dediyi axşam ağlayıb narahat olar. Peyğəmbər eşitdi, Ümmə Əyməni çağırdı yanına və ona soruşdu ki, axşam çağı səni ağladan nə olub? Allah sənin gözlərini ağlatmasın. Gör necə tərif verir ona. Niyə ağlayırdın? Ümmə Əyman dedi, Peyğəmbər, axşam çox pis yuxu görmüşəm. Ona görə səhərə qədər yatmamışam, ağlamışam. Peyğəmbər buyurdu, yuxunu mənə danış. Narahat olma. İstəmədi danışsın, Peyğəmbəri narahat eləməsin. Amma Peyğəmbər elmi qeyb bilirdi ki, narahat olma. Sənin yuxunun yozumunu mən verəcəm, heç də düşündüyün kimi deyil. Nə yuxu görmüsən? Axşam yuxuda gördüm ki, Peyğəmbər, sənin bir hissəni ayrıldı, mənim evimə, mənim ətəyimə düşdü. Narahat oldum ki, nəsə pis hadisə olar. Peyğəmbər buyurdu, rahat ol. Qızım Fatimə salamun aleyhə Allah təala bir övlad verəcək. Adı Hüseyndir. Sən onu böyədəcəksən. O mənim hissəm odur. İmam Hüseyn ağa dünyaya gəldi. Ümmə Əymən xanım Fatiməyə Zəhraya kömək elədi. Peyğəmbərin əbasına İmam Hüseyni bükdü, gətirdi Peyğəmbərə verdi. Peyğəmbər dua elədi və Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə üzün Ümmə Əymənə tutub dedi: Mərhəbən, əhsən, barakallah, biznillah, halal olsun. Həm uşağı gətirənə, həm də bu gətirilənə. İkisini də təriflədi. Baxa, İmam Hüseynə də, sənə də mərhəbən, xoş olsun halınıza. Sonra buyurdu, yuxu görmüşdün ha, yuxunun təbiri Çin olmağı budur. Ümmə Əymən əhl-i beyti çox sevirdi. Həmişə əhl-i beytin qapısındaydı. Peyğəmbərdən sonra çox ağlayırdı. Deyirdilər, niyə bu qədər ağlayırsan Peyğəmbərsin? Yaşlısan da, yaşlı xanımdır, Peyğəmbərə analıq eləyib. Deyirdi ki, bilirəm Peyğəmbər də biz kimi bir şəxsdir, bir gün dünyasını dəyişəcək. Amma bilmirsiniz nə böyük müsibət baş verib. Allahla bizim aramızda vəhy kəsilib, rabitə daha kəsildi. Gör, nə qədər mərifəti yuxarı olub. Şəxs, adi bir sıravi insan əldən getməyib. Allahla rabitə quran bir şəxsi əldən vermişik. İmam Əli əleyhissalam Peyğəmbərdən sonra zülm eləyirlər, haqqını tapdalayırlar. Kişilər kömək eləmir. Kişilər qaçanda İmam Əlini zorla məscidə sürütləyib aparanda minbərin yanında əyləşdirmişdilər, gördülər bir qadın girdi məscidə. Üzün tutdu birinci xəlifəyə və dedi ki, sizin içinizdə olanlar çıxdı çölə. Sizin içərinizdə olan paxıllıqlar, həsədlər, ikiyüzlüklər, münafiqliklər çıxdı üzə. Bunu dedi. Elə bir çıxış elədi ki, məclis dəydi biri-birinə. Əhl-i beytin qapısına hücum çəkən onlardan biridir ki, çıxardım qadını məsciddən, zorla onu məsciddən qovdular. Yolundan əl çəkmədi. Xanım Fatiməyə Zəhra salamlı xanım tək qoymadı. Axıra qədər xanımı müdafiə edirdi. Xanım Fatiməyə Zəhranın Allahın əmri ilə Quran-ı Kərimin ayəsinə əsasən fədək bağlarını Allah təala bağışlamışdı. Peyğəmbərə demişdi, ver kimə? Fatiməyə Zəhra salamlı xanım. Peyğəmbərdən sonra o bağları qəsb elədilər. Xanım Fatiməyə Zəhra getdi birinci xəlifənin yanına dedi ki, Peyğəmbərin mənə verdiyi bağı niyə məndən alırsınız? Etirazını bildirdi. Mən qısa edirəm. Xanım etiraz edib fədəy bağını istəyəndə birinci xəlifə dedi ki, get özünə şahid gətir. Allahu Akbar. Əhl-i beytdən olan, Quran-ı Kərimin təriflədiyi paç qadın, Peyğəmbər qızına dedi ki, get şahid gətir ki, o bağlar sənindir. Xanım Fatiməyə Zəhra, məzlumiyyətə bax, salamun aleyha. Getdi özünə bir İmam Əmir əl-Mömin ağanı gətirdi. Bir də Ümmə Əymən xanımı gətirdi. Bax ha. Ümmə Əymən gəldi birinci xəlifənin hüzuruna. Xəlifə ona sual verdi. Peyğəmbərdən Fatimə haqqında nə eşitmisən belə? Salamun aleyha. Ümmə Əymən ona dedi. Mən əvvəldə sual verirəm. Sualıma cavab ver, sonra mən deyim nə eşitmişəm. Qadına bax. De görüm.
Eşitmisənmi Peyğəmbər mənim haqqımda deyib ki, mən behişlə müjdələnən xanımlardanam? Xəlifə deyir, bəli. Deyir, bil, Peyğəmbər qızı Fatimə haqqında buyurur ki, behişt qadınlarının ən üstünü Fatimədir. Fatimə seyyidəti nisai əhlil cənnə. Şahid istəyirsən bu xanımdan, indi mən deyirəm bu sözləri. Şahid istəyirsən Peyğəmbərin qızından, mən behişlə müjdələnmişəm, eşitmisən? Bu bütün behişdə olan xanımların ən üstünü xeyirlisi seyyidəsidir. Nə qədər məzlum olub xanım. Sonra dedi, de görüm, harada görmüsən bu bağları Peyğəmbər qızına vermişdi? Dedi, mən evdə əyləşmişdim. Fatimənin evində idim, salamullah. Cəbrail əleyhissalam nazil oldu. Peyğəmbərə əmr elədi, fədəy bağlarını ona bağışla. Və yerini də təyin etdi. Bağları filan yerdən filan məntəqədər. Bu bağ kimindir? Fatimənindir. Salamullah. Sonra Peyğəmbər bunu eləyəndən sonra bağı hədiyyə verdi ona və buyurdu, siz də buna şahid olun. Mən də şahid idim. Nə desələr yaxşıdır? Dedilər, sən qadınsan, sənin şəhadətin qəbuldür, şahidliyin. Qovdular, getdi yazıq. Üzün tutdu Allaha, nifrin elədi. Dedi, pərverdigara, onlar ki Peyğəmbərin qızına zülm eləyirlər, sən onlarla bil. Xanım Fatimə Zəhra ölümünün son anlarında xəbər göndərir ki, Ümmü Əyməni çağırın. Öz vəsiyyətinə şahid tutuq şəxslərdəndir. Ərsələt ilə Ümmü Əymən. Ümmü Əyməni çağırtdırdı. Və kanət əvfəq nisaiha indəha. Xanım Fatimə Zəhranın ən çox etibar elədiyi qadın idi. Onun yanında vəsiyyətlərin bildirildi. Sirlər vardı sinəsində. Fatimə Zəhra ona demişdi, salamullah. Xanım dünyasını dəyişəndən sonra deyir, Mədinədə qalmadı. Niyə qalmadı? Deyirdi ki, mən Mədinədə xanım Fatimə Zəhranın olduğu yerləri, görsəndiyi yerləri görürəm, taqətim yoxdur onu görəm. Nələr görmüşdü xanımın başına müsibətlər açıblar. Nələr yadına düşürdü ki, taqət gətirmədi. Mədinədən çıxdı, getdi Məkkəyə tərəf. Sünni və Şiə qardaşlarımızın kitablarından nə olur ki, yolda heç zad yox idi, susuz idi. Üzün tutdu Allaha, susuzluqdan az qaldı, həlak olsun teknəkdən. Allahın nə dərgahına əlin qaldırdı, xurafat danışmıram, mən ateistlərə danışmıram, mən möminlərə söhbət edirəm. Dedi, ilahi, qızın, Peyğəmbərin qızı Fatimənin xidmətçisini susuz qoyarsan, qeybdən Allah onun üçün su göndərdi. Sağlığında yeganə xanımlardandır ki, Allah Teala behişdən Peyğəmbərin evinə, Fatimənin evinə əleyhissalam behişt yeməyi göndərəndə Ümmü Əymənə də o behişt yeməklərindən verərdilər. Son. İmam Zaman Ağa zuhur eləyəndə ravi nəql edir. İmam Sadiq əleyhissalamdan eşitdim ki, İmam Zaman Ağa zuhur eləyəndə onunla bir yerdə 13 dənə qadın var. Soruşdum ağacan, o qadınlar İmam Zaman Ağa ilə neynirlər? Peyğəmbərin dövründə görən işləri Peyğəmbərlə döyüşə gedəndə nə edirdilər? Xəstələri müalicə edirdilər, yaralıları dərman edirdilər. O xanımlar da İmam Zaman Ağanın ordusunda olacaq. Dedim ağacan onların adlarını say. Bu rivayət ki var bunda 8 dənə qadın adı sayılıb. Onlardan biri də İmam Sadiq əleyhissalam buyurur ki, Ümmü Əymən İmam Sadiq Ağanın buyurduğuna əsasən İmam Zaman Ağanın ordusunda xidmət eləyənlərdəndir. Rəcət adlanan əqidəmiz ki var, bundan qabaq demişik, xurafatdır. Allah öləndən sonra qaytaracaq bir neçə kişi və qadınları. Salman onlardandır. Malikəşlər onlardandır. Əmmarın anası ilk şəhid qadın Süməyyə onlardandır və Ümmü Əymən də İmam Zaman Ağa ilə qayıdıb onun ordusunda xidmət eləyənlərdəndir. Həqiqətən ləyaqəti var, düzdür qardaşlarım. Dəyər belə bir xanım ki, bu qədər Peyğəmbərə xidmət eləyib, Əhl-i Beytə xidmət eləyib İmam Zaman Ağanın ordusunda ədalətli hakimiyyətin qurulmağında onun da rolu olsun. Allah'ın verir Peyğəmbər və onun pak Əhl-i Beytinə. Allah'ın verir Kərbala şəhidlərinə. Allah'ın verir Qur'an-ı Kərimin hörmətinə. Allah'ın verir xanım Fatimə Zəhra salamullah hörmətinə. Bizlərə də Ümmü Əymən kimi yaşayıb, onun kimi ölməyi nəsib elə.